Bəli, salam uşaqlar. Başladıq təzə videomuza. Part 3. FK Mobile oynuruq. Fatih də buradadır. Birinci mən oynayıram, sonra Həsən oynayacaq. Sonra da kart qaçacağıq. Bəlkə birinci kart qaçacaq Fatih. Məncə indi birinci başladı kart qaçacaq. Lap yaxşı olar. Bəli. Və oyun açılır. Birinci kart qaçacaq. Yo, birinci bir şeyləri yezi qaçır. Hani kaç kaçı Fatih? Kaç kaçırıp böyle açtı Fatih. Açtı. Bot geçti. Hadi çocuklar. Çok yaptı çocuklar. Yani bu hesapta Fatih Trabzon üst hesabıdır. Fatih Sudaş'a karşı oynuyor. Yani Sudaş'ı özündə çox razıydı. Ona görə də dedi ki, gəl FC ataq. Ona görə də çox vacibdir bu oyun Fatih üçün. Ona görə çox yaxşı oynamalı Fatih bu oyunu. Bəli, başladı oyun. Onun hesabı da yaxşıdır, amma bizim hesabımız məncə lap yaxşıdır. Baxın uşaqlar, onun hesabında Muslera var. Onda Marcelo var, yaxşıdır. Amma bizim yaxşı var, Dumfries var, Dembele var, Eusebio var, Best var. Çok best var Fatih'də. Çok yaxşıdır. Top onlar başlayırlar. Bizim en büyük yaşadığımız klub Chelsea-dir. En sevdiğimiz oyuncu da Cole Palmer'dir. Biz Chelsea 2021-ci ildən artıq fanatıyıq. Hələ Kurtuğa qapdı onlarda olanda. O vaxtdan tuturuq onları. Çempionlar Ligi'ni qazanmışlar o vaxtdan. Amma indi 2025 Qarabağda oynadılar. Çiçi qaldılar çox təəssüfçi. Biz axı kimdə inanırdıq ki, Qarabağ onları qazanacaq, amma alınmadı. Son anda. Bəli, başladıq oyunu. Chelsea vurdu. Sokak tutuşu. Alexandre Garnacho vurdu. Hatta ikinci Chelsea'den vurduğu da gol yerlerdi. Ama vurabilmedi. Seyit olardı qapısı. Bəli, amma bu oyuna baxarkən indi Fatih özünə çevir, sürət irəli, Fatih sürət irəli, Dembele ilə. Və gol! Allah kimi zərbəsini vurdu, çox yaxşı vurdu. Çox yaxşı, çox yaxşı. Bəli, indi isə biz onlardan topu almağa çalışırıq və dərsin alındığı yox. Onlarda Milito irəliyir sürətlə. Hə, bəli, müdafiədə vuracaqlar. Qapıcı səhv edir Yaşin. Zərbə, pasa baxın, gözəllik. Dembele ilə gedir Fatih. Fatih çox sürətli gedir. Fatih çox sürətli topu qabağa atdı. Ay. Taşı topu qabağa atdı və uduzdu. 1-1'dir. 1-0'duruq. Bəli. 26-cı dəqiqə gedir oyunda. Eusebio pas verir. Zidane'dan zərbə vuracaq Fatih az qala, amma qapıçılar seyv eləyir. Korner başlayırıq. Dumfries başlayır, kələsinin zərbəsini yerə yetirir dirək. Dirək qoymur. Zərbə qol olmaqla. Qaqaş başlayır. Birinci səhv tarmasında çox az vaxt qalıb. Bəli, uşaqlar. Eusebio'dadır top. Dembele pas verir. Dumfries Ricard. Söz qala qol vura bilərik. Bəli, onlar qapısı başladı. Top alalım. Bəli.
Bəli uşaqlar, Fatih oyundadır. Bəli Fatih müdafiədə çox yaxşı sev eləyir, amma top çıxardırıq. Oyun vaxtı ilə 45 saniyə. Udacağıq. İnşallah bu birinci set aracıq. Bəli Osman Dembele ilə sürət irəliyir, Puşka satacaq. Ay, bu serası. Bu serası qardaşını sev eləyir. Bəli, başladı korneri. Zərbəsi var, gol! Fires. Zərbədən sonra gol vurdu kornerdən. 2-0 qabaqdayıq. Taşdı, set artı. Bax, qapısızlar. Və gözləyirik. Başladı. Başladı. George Best sürətlə pasını verir. Osman Dembele çox dəqiqanlı pas. Sadaşının tüm müdafiəçilərini alıb keçir Osman Dembele və zərbəsi olacaq, amma yox, qapısı sevilir. Bəli uşaqlar, Fatih Sadaşı çox yaxşı oynayır, amma biz yenə də üstünlüyü özümüzə qoruya bilirik. Pas verir. Zidane başlayırıq. Roberto Carlos ay topu müdafiəçiləri alır onların. Dumfries, Ramies'lə zərbə irəliləyirlər. Və Zico sürətdə, amma Cannavaro köməyə gələcək, amma yox. Alınmadı. Onlar da irəliləyirlər. Müdafiəçilərimiz çox çalışır. Zidane, Sebio, George Best tək qalıb müdafiəçində və irəliləyir. Topu alacamağa çalışırlar, amma Jude Bellingham'a verir top. Jude Bellingham öz gedir. Jude Bellingham. Udar. Müdafiəçisi almağa çalışır. Koymadı. Pas verir. Bəli uşaqlar, Roberto Carlos pas, yox, kəsdi müdafiəçisi. Burada gol idi, çox təəssüf ki, Zico'dan gol idi. Ayda, qapısı az qalır seviləsi, qapısı seviləmiş, amma üçüncü zərbədən onlar durmağa bacardılar. Başlayırıq ki, bir hələ üstünlük, minimal üstünlüklə onları vururuq. Oyun vaxtından Az qalıb, 20 saniyə qalıb bu oyun vaxtından. Bəli, pas verir George Best, amma alınmır, kəsirlər. Montiel. top onlardadır. Sinif yoldaşım bizi intisa çox fərq edəcək. Çox oynadı. Bu zərbələr niyə netirlər, amma yaxşı, çox zərbə olmuş sərəsi. Yaşdım, son momentdə tutdu. Zidane nəsihət eləyir, əlbəttə ki, pas görəcəkmi? Bəli, Sebio uçurdu. Sebio, topu aldılar, Jude Bellingham. Son 10 saniyə dözməliyik. Və zərbəsində olacaqmı? Qol ola bilərmi? Və gol! 3-1 Sebio'dan. Son momentdə Yəni o təkərdə baxacaqsa, çox gözəl aldı Sebio'dan gol. Çox çətin idi, amma vura bildim. 9-luğa. 9 saniyə. Qapıçıya şans yox idi. Və O 3-1 oyunu garantilədik, artıq bizi uda bilməzlər. Oyunun az vaxtı. Oyunda çox az vaxt qalıb. Müdafiəçi Roberto Carlos'un topu alırıq. Amma pas verəmirik yenə də gol şansımız Və var. 4 saniyə qalıb və ata bilərik. Keçsin müdafiəçini George Best. Aladır və zərbəsi. Gol! Son vaxtın 3 saniyə qalıb ki. 5-lə gol atdım. Son momentdə. Və 4-1 olaraq oyunu utdum. İnşallah Son qarı. olaraq da 2 dəqiqəsi qalıb oyunun axırına kimi və Militao verir. Tevez, Jude Bellingham topu alırıq və uzaqlaşdırırıq. və 90 dəqiqə tamam olub, hakim oyunu dayandıra bilər artıq. Və oyun tartıq. Utduq uşaqlar. Sağ olun, hər kəsə sağ olun. görüşənə dək.